Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Hər kəsə dəstəyi üçün təşəkkür edirəm. Burada 2 dənə leylək var. Gəliblər, bayaq bizim bağdaydılar. İndi uçdular, keçdilər bu tərəfə. Demək, bunlar bizdə qonşu kənddə dəmir yol stansiyasında yuvaları var. Dəhşət çox yuva var orada. Oradan da yuxarı göl var. Ona görə bu ərazidə çox yayılıblar. Belə qış olanda da biz tərəflərdə burada su, kanal çoxdur deyə gəlib burada yem axtarırlar. Nə tapsalar, balıq, qurbağa, artıq suda yaşayan heyvanları tapıb yeyirlər. Demək, artıq qışdır. Çöldə ot, çox az bir ot var. Heyvanları da biz buraxırıq. Hava imkan verəndə 1-2 saat belə bağda, digər bu sahələrdə, onsuz da sahələrin hamısı buraxılıbdır, yəni. Ta yaza qədər buralar boşdur. Heyvanlar da indi nə tapsalar, cəhdi keçirdik bu tərəfə. Burada bu komalıqda, kolluqda deyək də, bu biz tərəfdə buna moruq deyirlər. Böyür tikan kollardır. Burada heyvanlar qarınlarını doydurmağa çalışırlar 1-2 saatlıq. Gün işığından faydalanırlar. Bugün nədən danışmaq istəyirəm? Ümumiyyətcə, suallar çox olur, çox adam maraqlanır ki, keçi təsərrüfatının mənfisi, müsbəti, çətin tərəfi nədir, asan tərəfi nədir, hansı cins keçi daha sərfəlidir. Bugün istəyirəm bunlardan danışım. Ümumiyyətcə, keçi təsərrüfatının əsas çətinliyi nədir? Keçi qoyunla müqayisədə daha biraz qəliz heyvandır. Həm onun otarılması biraz qəlizdir, həm saxlanma şəraiti daha qəlizdir qoyundan. Çünki biz adətən dədə-babadan bunu görmüşük ki, qoyunlar üçün bir dənə tövlə tikilər. Orada istəyir heyvanın ayağının altı yaş olsun, istəyir havasız olsun, istəyir palçıq olsun. Bizim yerli heyvanlar o belə deyim də, kontar üsulla hazırlanmış tövlələrdə çox rahat baş çıxara bilir. Hətta bizim yerli keçilər belə o şəraitə bir şəkildə uyğunlaşıblar. Amma hal-hazırda Azərbaycanda olan, elə bizim təsərrüfatımızda da olan, istər Hələb olsun, Sanən olsun, Alpin olsun, Mursiana olsun və yaxud da ki, Angol-Nubiyan olsun, bu keçilər, bu cinslər əsasən gedir südlü keçilər. Bu keçilərin baxımı, bunların yerli mühitə uyğunlaşması, xəstəliklərə dözümü biraz daha qəlizdir bizim yerli keçi cinslərindən. Ona görə ən birinci çətinlik budur. Keçi təsərrüfatı qurmaq istəyən bir adam ilk öncə mütləq və mütləq tövlə, yəni dam şəraitini düzgün eləməlidir. Yəni biz keçən videoda paylaşdım sizinlə. Biz belə bunu biraz daha ağır təcrübə ilə öyrəndik və artıq heyvanların ayağının altına o izqara sisteminə keçirdik və daha rahatdır. İlk çətinliyi budur. İkinci çətinliyi, keçilər qoyunlarla müqayisədə daha aqressiv heyvanlardır. Yəni siz məsələn 100 kvadratlıq bir tövləyə bəlkə 150 dənə də qoyunu sala bilərsiniz. Onlar orada bir-birini vurmadan, nə bilim, bir-birini zədələmədən rahat bir şəkildə orada yaşayıb gedəsilər. Amma keçilərdə bu belə deyil. Keçilər çox aqressiv heyvanlardır. Hələ bunların buynuzu varsa, ciddi şəkildə bir-birini xəsarət yetirə bilirlər. Bir-birini yəni çox pis şəkildə vura bilirlər. Hətta sürünün içində vay o gündən ki, bir dənə keçi biraz zəif düşsün, biraz qorxaq olsun da onu hər kəs döyüb öldürəsidir. Ona görə keçilərin yeri adətən deyirlər ki, heç olmasa böyük keçilərdə bir keçiyə ən azından bir kvadrat yarım, heç olmasa bir kvadrat yer olmalıdır. Bu 1 kvadrat yarım, 2 kvadrat olarsa daha rahat olar. Heyvan üçün keçi sərbəstliyi sevəndir, rahatlığı sevən heyvandır. Bu digər bir çətinlikdir. Başqa bir çətinlik keçilərin qoyunlardan daha zərif olmasıdır. Bayaq dedim, xəstəliyə dözümü azdır. Ondan sonra məsələn bizim ölkədə keçi məhsullarına tələbat qoyunla, inəklə müqayisədə daha azdır. Bu hələ tam formalaşmayıbdır. Bunu formalaşdırmaq üçün xüsusi belə deyim də reklamlar olmalıdır, marketinq
fəaliyyətlər olmalıdır ki, bu əslində keçinin məhsulu, südü olsun, əti olsun, yağı olsun, onun dərisi qoyunla, inəklə müqayisədə daha keyfiyyətlidir, daha faydalıdır. Amma çox təəssüf ki, bazarı daha azdır. Məsələn, bir qoyun ətinə olan tələbat keçi ətindən qat-qat yuxarıdır. Qoyun məhsullarına olan tələbat keçidən qat-qat yuxarıdır. Azərbaycanda konkret olaraq keçi məhsullarının alındığı bir süd istehsal fabrikləri yoxdur deyə təsərrüfat sahibləri burada ciddi çətinlik çəkirlər. Yəni bu əsas çətinliyindən biridir. Yəni bir insan bu heyvanı saxlayır, amma bunun məhsullarını hara satmalıdır? Orada çox ciddi çətinlik var. Bu da başqa bir çətin tərəfdir. Yəni keçi saxlamaqda əsas çətinliklərdən biri budur. Qoyunla müqayisədə xəstəliklərə daha tez yoluxma ehtimalı var. Daha xəstəliklərə dözümü azdır. Qoyun daha güclüdür keçidən. Bu keçi təsərrüfatının çətin tərəfləridir. Müsbət tərəfləri nədir? İnəklə və qoyunla müqayisədə keçinin qarnını doydurmaq daha asandır. Çünki keçinin yəni məsələn adi belə bir kol-kos yeri belə olsa, 1-2 saat keçini gəzdirsəz, o bir şəkildə qarnını doydurasıdır. Düzdür, ot seçimi daha həssasdır. Daha belə təzə otları seçir, otun ən yaxşısını yeyir, ona görə məhsulları daha keyfiyyətli olur. Amma məsələn keçinin qarnını doydurmaq daha asandır. Qoyunla müqayisədə, inəklə müqayisədə. İnəklə qoyunla müqayisədə daha az ot yeyir. Bu üstün tərəfidir. Baxımı daha sadədir. Qoyundan və inəkdən daha sadədir. Yəni qapalı bir yeriniz olsa, elə keçi və yaxud da ki, əsasən Azərbaycan mühitində bizdə kol-kos daha çox olduğuna görə belə yerlərdə məsələn ot təbəqəsi az olsa belə, əsas odur yarpaq olsun, kol-kos olsun, keçi orada bir şəkildə qarnını doydurasıdır. Qoyunla inək bu formada deyil, yəni onlar üçün xüsusi otlaq yerlər olmalıdır və daha çox ot yeyirlər. Bu keçi təsərrüfatının əsas üstün cəhətidir. Məhsulu, bayaq dedim, inəkdən də qoyundan da daha keyfiyyətlidir. Əgər düzgün müştərini tapa bilsəz, keyfiyyətli məhsul hazırlasaz, inəyin və qoyunun məhsulundan daha yaxşı qiymətə gedir. Və məhsuldarlığı, üstünlüyü odur ki, bir qoyunla keçi müqayisə olunduqda, keçinin məhsuldarlığı qoyundan qat-qat yuxarıdır. Yəni. Bir başqa üstünlüyü keçini qoyundan daha ucuza almaq olur və keçinin artım sürəti qoyundan daha sürətlidir. Yəni keçidən siz belə deyim 10 dənə keçi alsaz, o 10 keçinizin də bir 10 dənə balası olsa, bunun da bir 5-i dişi olsa, bir il sonra sizin artıq heyvan sayınız, həmin o balalar da bala verəcəyinə görə sizin artıq heyvan sayınız bir anın içində 30-u keçə bilər. Çünki qoyunla müqayisədə keçinin 2 və 3 bala vermə ehtimalı daha yuxarıdır və 1 yaşında belə keçinin balası rahat bala verə bilir. Yəni bizim keçən il burada köyərlərimiz var. İndi görürsünüz, bu il 2-ci dəfə bala verməlidirlər. Keçən il onlar, bu arxada gedəndir, o alalardır, hansı ki, Hələblə Sanə mələz eləmişdik. Məsələn, o balalar artıq təqribən 13 aylarında bala verdilər. Yəni, biraz təkəni daha tez qaçsaydıq, 1 yaşlarında da bala verə bilərdi. Bu ilki balalardan var bizim burada bir dənə Sanən Mursiyana mələzi. O, məsələn, 1 ay sonra 1 yaş olasıdır. Yəni, 13-14 ayında o yenə bir bala verəsidir. Hətta onlara biz rahat bir şəkildə siz keçiyə 7-8 ayında düzgün yaxşı baxsaz, inkişafı yaxşı getsə, təkə qata bilərsiniz və onlar 12-13 ayında rahat bala verə bilər. Ona görə keçinin artımı da daha sürətlidir. Bu, keçinin müsbət tərəfləridir, mənfi tərəflərini də dedim. Ümumi olaraq, yəni Azərbaycanda düzdür, saxlanması qoyunla müqayisədə çətin olduğuna görə çox adam çəkinir bundan. Çox adam yəni əziyyətli bir iş olduğuna görə bu işə girişmək istəmir. Təcrübə göstərir ki, adətən 2 il, 3 il bu təsərrüfatla məşğul olub, ondan sonra tamamilə ləğv edirlər.
Burada bir çətinlik idi, bir də ki, onun məhsulundan düzgün istifadə olunmamasıdır və yaxud da ki, məhsulunu sata bilməməkdir. Bu insanlarda bu təsərrüfatdan uzaqlaşmağa gətirib çıxarır. Amma uzun müddətdə baxanda keçinin əziyyəti çox olsa da, gəliri uzun müddətdə qoyundan və inəkdən daha üstündür deyə düşünürəm. Ümumi olaraq bu qədər bir məlumat vermək istədim. Sizin də hansısa bir əlavələriniz olarsa, inşallah bizlə bölüşərsinizsə, biz də şad olarıq, biz də bilmədiklərimizi sizlərdən öyrənmiş olarıq. Allah amanında bugünlük bu qədər. İnşallah növbəti videolarda görüşərik.